Salam, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bugün yenə gecə səhərə kimi dərs oxuyacağıq və nəhayət tarix yox, ədəbiyyat və ingiliscə oxuyacağıq. Dediniz ki, digər fənlərdə çək, onları da sizin üçün çəkirəm. İndi cədvəl quracağıq ki, sabaha kimi oxumalıyıq. Telefon yenə gedir, siz yenə gedirsiniz, amma bilin nə olub ki, əsəblərimiz pozulub. Əsəblərim pozulub, gec oyanmışam. Bilin ki, evə gəlim, yatım, 1-2 saata durum, amma olmadı. Saat 01:56-dır. Bu o deməkdir ki, mən artıq işə getməyə 1 saat qalmış yatmayacağım, istirahət eləməyəcəm məcbur və işə gedəcəyim vaxta qədər dərs oxuyacağım. Çünki artıq yatıb yuxumu almışam. İnşallah almışam, yəni. İndi gəlin cədvəl quraq ki, mən nə oxuyacağım. Birinci ədəbiyyatdan başlayaq. Ədəbiyyatdan sıradan çıxaraq, daha sonra ingiliscə keçərik. Artıq ədəbiyyatdan Koroğluya qədər gəlib çatmışam. Mən ədəbiyyatı MHŞ-dən oxuyuram. Əslində bu kitabı alana kimi mən çox düşündüm ki, RM nəşri alım, yoxsa MHŞ alım, yoxsa Dimin öz kitablarından mı oxuyum, dərslikdən mi oxuyum, yəni güvəndən mi oxuyum, bilmirdim. Və hər kəs də bir kitabdan oxuduğunu qeyd edirdi. Bəzi RM tərəfləyir, bəzi MHŞ tərəfləyir. Mən artıq bilmədim nə edeyim. Mən də getdim 28-də kitab yerinə daxil oldum və dedim ki, mənə ən çox alınan kitab verin. Yəni mən ikisindən birini alacağam. Siz sadəcə mənə düzgün deyim görüm, RM daha çox alınır, yoxsa MHŞ? Dedilər ki, MHŞ daha çox məsləhətdir. Ona görə mən də MHŞ aldım. Bu kitab əslində maraqlıdır, yaxşıdır. Çünki burada həm əsərlər yazılıb, həm də ki, onların təhlilləri də qeyd olunub. Yəni sabah qarşınıza testdə çıxanda siz üçün rahat olacaq. Amma bu bəlkə də RM-də də var. Mən RM-ə baxmamışam. Amma mənim əlimdə olan kitaba görə deyirəm ki, yəni əsərdir. Burada şairlərin, yazıçıların həyatlarıdır, əsərlərin təhlilidir. Burada var. Yəni yaxşı kitabdır. Sadəcə bir məsələ var ki, məsələn biz əvvəl ədəbiyyat hazırlaşanda sadəcə kitabdakı əsərləri oxuyurduq və bunu bitirdi. Amma keçən dəfə baxıram, dərs izahına baxıram ki, yaxşı ki baxmışam yəni. Orada Həmzənin qıratı qaçırılması var. O hissədə məsələn gördüm ki, dərs yarımçıqdır, ixtisarla verilib. Açdım dərslərə baxdım, eyni şəkildə verilib. Yəni o da ixtisarla yarıya qədər verilib. Baxıram ki, izahlara müəllimlər deyir ki, əvvəllər Həmzənin qıratı qaçırılması kitabdakı yetərli idi. Amma son illər deyim, Həmzənin qıratı qaçırılmasının hissəsində ardını saytda verib. Yəni PDF şəklində paylaşıb. Demək ki, biz onun ardını, kameraya baxmamışam, bayaqdan başqa yerə baxırdım. Biz onun ardını əlavə yerdən oxumalıyıq. Yəni digər əsərləri əlavəsini oxumuram bu arada, ehtiyac olduğunu düşünmürəm. Amma bu yarım idi. Çıxıb gördüm nə, Həmzənin qıratı qaçırılması bitmir. Səhifə. Düzdür, onlar çətin deyil, asandır. Yəni durub nə qədər vaxt qısa verəcəyik üstündə. Amma yenə də vaxtımız gedir, qısa dərslər deyil. Gəlin çox uzatmadan indi keçək, çünki vaxtdan həqiqətən çox gedir. Gəlin çox uzatmadan keçək, cədvələ quraq ki, bugün səhərə qədər nə oxuyacağıq. Bugün ayın 19-udur, amma biz 18-i qeyd edəcəyik dediyim kimi, çünki biz dünənin dərsini oxuyuruq. 18 iyun. Birinci Həmzənin qıratı qaçırılmasını bitirək. Yarıya qədər gəlmişdi, onu bitirək artıq. Qıratın itməyi. Ancaq itirilər də, yəni. Daha sonra Durnateli və Bolu bəy. Bu qədər şeyi mən bitirə biləcəyimi bilmirəm. Hələ ingiliscə keçəcəyik çünki. Amma düşünürəm ki, bu əzbər deyil də, sadəcə oxuyub keçirsən. Əgər TikTokda gəzməsəm, vaxtımı hədər eləməsəm, əlbəttə ki, bitirə bilərik. Ona görə çalışacağım ki, telefondan maksimum az istifadə edeyim. Bir də ingiliscə eləyəcəyik. Əvəzliyin ikinci hissəsi var. Onun izahına baxacağım. Və inşallah testini işləyəcəm. Yəni, bir də məndən çox soruşursunuz ki, necə motivasiya alırsan dərs oxumaq üçün. Yəni, mən dərs oxumağı dəhşət çox sevmirəm. Yəni, TikToka baxmaq daha adamı bəzən cazib gəlir, amma başqa çarəmin olmadığını da bilirəm. Bilirəm ki, əgər indi oxumasam gecikəcəm və gecikəndən sonra daha çox peşman olacağım. Çünki birinci dəfə mən universitetə qəbul olanda az oxumuşdum və az müddət oxuduğum üçün çox peşman olmuşdum. O peşmanlıq hissini mən bilirəm və o qədər pis hissdir ki, Allah sizə yaşatmasın inşallah. Ona görə də o hissi mənim kimi yaşamamaq üçün başlayın, oxuyun. Yəni, bilirəm, dərs oxumağı sevmirsiniz, amma heç kim sevmir, bunu da bilin. Heç kim həvəsdən açıb o tarixin uzun dərslərini, illərini əzbərləmir. Öyrənməkdən, üstünə indidən düşməkdən başqa çarəmiz yoxdur. Ona görə də gəlin elə vaxt ikən birlikdə hamımız bərabər oxuyaq.
Həmzənin qıratı qaçırmasını oxudum. Düratın itməyini oxudum. 2 mövzu qaldı. Biri Koroğlu və Bolu bəydir, digərdəki Durna Tellidir. Onları da oxuyacağım inşallah. Bu arada məndən soruşurdunuz ki, ədəbiyyatı necə oxuyursan? Baxın, ədəbiyyat mənə digər fənlərdən daha rahat gəlir. Yəni bir tarix qədər çətin olmadığını düşünürəm. Çünki burada əsərlər var, amma tarixdə hadisələr çoxdur, müqavilənin şərtləridir, hökmdarın gördüyü işlərdir və yaxud da illərdir. Ədəbiyyat daha rahatdır. Ədəbiyyatı belə eləyə bilərsiniz ki, əsər oxuyanda yox, amma daha çox kimisə həyatını öyrənəndə və yaxud da dövrləri öyrənəndə çalışın o mövzudan konspekt tutun. Yəni demirəm ki, bir mövzunu götürün, bütün hamısını yazın. Xeyr. Məsələn, mövzunu oxuyun. Nəsimi ilə bağlı bir konspekt tutacaqsınızsa, uzun yazmaqdansa götürün yazın ki, Nəsiminin əsərləri, hürufili, qarşıda əsərlərini yazın. Daha sonra məsələn sevgi ilə bağlı, canlının gözəlliyi ilə bağlı olanlar qarşısında onların adlarını yazın. Sufizm ideyalarının olduğu onların qarşısında sırf o əsərlərini yazın. Baxın, bu şəkildə öyrənin. Və yaxud da erkən yeni dövr yazmışam burada. Məhəbbət dastanları, Abbas və Gülgəz, Aşıq Qərib, bunları yazırsınız. Şah İsmail, Əsli və Kərəm, bunları qeyd edirsiniz. Daha durub kitabın hamısını köçürməyə ehtiyac yoxdur. Və yaxud da Nəsimdə belə bir şey vardı ki, mən necə əzbərləmişdim onu. Nəsiminin məhəbbətlə bağlı əsərləri Nə elərəm, etməli, yanaram adlı əsərləri var və biz bunları bu qəzəllərin adlarını əzbərləyib unuda bilərik. Amma siz bunu cümlə halına gətirib hekayələşdirsəz, sanki qarşıda biri var imiş və bu cümləni siz ona deyilmişsiniz kimi təsəvvür eləsəz, onda yadınızda qalacaq. Məsələn, sən getsən neyniyərəm, etməgil yanaram. Bax, bu şəkildə desəz, məncə daha yaxşı yadınızda qalar deyə düşünürəm. Yəni, ədəbiyyatı sadəcə əsərlərini oxumalısınız, təhlillərinə baxmalısınız. Əsərlərin təhlilinə mütləq şəkildə baxın. Çünki biri var, özünüz oxuyursunuz, bəzən özünüz oxuyanda nəsə nəzərinizdən qaça bilər. Amma kimsə bir müəllim tərəfindən təhlil olunanda daha yaxşı yadında qaldığını düşünürəm. Şükürlər olsun ki, ədəbiyyatı bitirdim. İndi cədvəldə onun qarşısına işarə qoyacağım ki, burada yoruldum. O qədər səsli oxudum ki, öz səsim öz başıma düşdü. İndi hansıları oxumuşam, gəlin qarşısına işarə qoyum ki, aradan çıxsın onlar. Deməli, Həmzət nə deyir? Deməli, Həmzənin qıratı qaçırmasını oxuduq, Düratın itməyini oxudum, Durna Telli, bir də ki, Koroğlu və Bolu bəy, bunu da oxudum. 4 dənə mövzuydu. Biri qısaydı, amma digərləri uzun idi. İndi isə ingilis dilindən keçəcəm, əvəzliyin izahına baxacağım. Bu arada mən ingilis dilini hansı müəllimin izahına baxıram? Ayten Vəliyevanın izahına baxıram. Həmin müəllimin izahına mən o vaxt magistraturaya hazırlaşanda da baxırdım. Düzdür, magistratura ilə bəzən qəbulun cədvəli fərqlənə bilər, amma mahiyyətcə eynidir. Əvəzlik yəni nə qədər fərqli ola bilər ki, durub magistratur üçün ayrıca bir əvəzlik yaratmayacaqlar ki. Ona görə o müəllimin dilini çox sevirdim, mənə çox rahat gəlirdi deyə yenə də həmin əvvəllər baxdığım müəllimin izahlarına baxıram ki, onun izahlarına baxandan sonra qeydlər də almışdım. Hətta o vaxtı, baxın, mən magistratura hazırlaşanda qeydlərimi hazırlamışdım. Sizə o qeydləri göstərəcəm. Baxın, belə bir dəftərim var idi. Qeydlər tutmuşdum, hər də saxlayıram dəftəri. Uzun-uzun yazmışdım, yəni bütün o əsas hissələri ki, testdə vaxt itirmədən işləməyin qaydalarını hamısını burada qeyd eləmişdim. Düzdür, vaxtımı almışdı, amma xeyrini çox görmüşdüm ingilis dilindən mən. İndi yenə birinci izaha baxacağım, çünki unutmuşam ingilis dilini. Hətta əvəzliyin keçən dəfə baxdığım ilk hissəsini belə inanırsız unutmuşam. Çünki testi işlədim və bitdi, yəni o orada qaldı, həmin gün orada qaldı. Yəni dərindən təkrarlamamışdım, öyrənməmişdim. Mən qayda oxuya bilmirəm də, sizə demişdim bunu, ürəyim sıxılır qayda oxuyanda, eyb yox. Ya izaha baxıram, ya qaydanı oxuyaram, yadıma bir tərs alacağım. Amma indi o izaha baxıb, daha sonra qaydanı dəftərdə təkrarlayıb başlayacağım testi işləməyə. Düzü çox yorulmuşam, artıq hava aydınlanır, amma yenə də bacardığım qədər nəsə eləyəcəm, yorulsam belə 50 dəqiqəlik izah olsa belə baxacağım. Bu arada sizə deməyi unutmuşdum. İngilis dilindən mətnlər daha çoxdur artıq. Mətnin dilinə, mətnə bir də esse. Yəni məni gözləyirdilər ki, mən imtahan verim. Esseni gələn üçün gətirdilər. Mən bilmirəm ki, esse necə yazacağam. Çünki cümlə qurmağı bacarmıram ingilis dilində hələ ki. İnşallah ki, onun üstündə işləyəcəm. Yəni bilmirəm, yəni Azərbaycan dilində belə uşaqlar bəzən inşallah yaza bilmirlər. İnşallah ki, esseni yaza bilərik. Çox sağ olsun. TikTokda bir müəllim mənə ingilis dillə bağlı materiallar göndərdi. Həm mətnin üzrə işləmək üçün, həm sözləri öyrənmək üçün. Nigar Nəcəfin də kitablarını məsləhət görmüsünüz. Həmin müəllimin dediyi kitabı, daha doğrusu müəllimənin xanımdır, amma yəni müəllimin kitablarını, məsləhət gördüyü kitabları da alanda sizə göstərəcəm hamısını. Hazırda sadəcə dimdən işləyirəm. Hazırda sadəcə dimin testlərini eləyirəm ki, bir bazanı yenidən gücləndirim. Daha sonra başlayım digər test kitablar üzərində işləyim. Həmin o deyirəm, qrammatikadır, kitablardır və yaxud da
lüğətdir. Bunları alanda sizə göstərəcəm istədiyim şəkildə. Əgər istəsə sizi şəkillərini çəkib ataram daha sonra. Siz də baxarsınız. Falan filan da deyilir, amma bunun normal belə ingilis dilində, British English'də və ya American English'də oxunuşu bu şəkildədir. Düz biraz sizə yad gələ bilər, amma olan oxunuşu bu şəkildədir. İndi siz də belə qulağınızda bu formada vərdiş eləməyə çalışın. Mən izaha baxdım, bitirdim və hava aydınlandı. Bu arada ingilis dilində məncə əvəzliklə zamanlar həqiqətən bezdiricidir. İndi test işləməyə keçəcəm. Qənimətdir, nə istəsəm qənimətdir deyə düşünürəm. Bir yoxçuluq olmayacaq, çünki testin sayı dəhşət çoxdur. Artıq saat 6-ya işləyir. Ona görə də bacardığım qədər işləyib, daha sonra gedib biraz istirahət eləyəcəm. Artıq biraz yorulduğum üçün istirahət eləsəm daha yaxşı olacaq. Bu arada qaydanı məncə daha yaxşı oxumalıyım. Düz testdən biraz işlədim, düzlərim, səhvlərim çıxdı. Yəni ki, hamısı düz çıxmadı, amma məncə qaydanı oturub dərindən oxumalıyam. Oxumadan test işlədim və test izahlarına baxmalıyım təbii ki. Əvəzliyin birinci hissəsi mənə daha rahat gəlmişdi. Bunu müəllim izah eləyəndə daha düşündüm ki, ikinci hissə birinci hissədən daha rahat əvəzlikdə. Amma gördüm ki, yox, mən birinci hissədə heç qaydanı oxumamışdım və daha yaxşı yazmışdım. İndi yenə də oturacağım, qaydanı oxuyacağım, eyni zamanda test izahlarına baxacağım, daha sonra da bu mövzunu bitirəcəm. Bu arada keçən il məndən soruşmusunuz ki, bəs yorulursan yoxsa yox, necə olur ki yorulmursan? Bu arada mən də dəhşət yoruluram və tam 4-4lük bitirmirəm dərsləri. Elə bilməyin ki, sırf video çəkirəm deyə mükəmməl bitirirəm. Xoruzun səsi. Elə bilirsiniz ki, mükəmməl bitirirəm, mükəmməl oxuyuram, yox. Sadəcə əlimdən gəldiyi qədər nəsə eləməyə çalışıram. İşdən sonra yorğun halda nə qədər 1-2 saat yatsam da məni bəs eləmir təbii ki. Daha da beynim yorulur. Əlimdən gəldiyi qədər nəsə eləməyə çalışıram. Əlimdən gəldiyi qədər nəsə eləməyə çalışıram, amma inşallah Allah əziyyətimizi yerdə qoymaz heç birimizin. Motivasiya necə tapıram? Motivasiya tapmaq deyəndə yenə deyirəm, videonun əvvəlində demişdim. Əslində sizə video çəkirəm deyə motivasiyam olur və buna görə məsuliyyət hiss edirəm deyə durub dərslərimi də oxuyuram. Yəni sizə video çəkəndə aldatmaq istəmirəm. Yalandan oxuyuram, gedib yalandan oxuyurmuş havalarına girmək, o rollara girmək istəmirəm. Ona görə də həqiqətən də oxuyub sizə real videolar çəkirəm. Bu mənə biraz motivasiya verir. Eyni zamanda başqa çarəmiz yoxdur. Onsuz da heç kim dərs oxumaqdan ötürü ölmür. Və biz də biraz müddət oxusaq yəqin ki ölməyəcəyik. Ona görə də bir müddət əziyyətini çəkək, daha sonra bəhrəsini görərik deyə düşünürəm. Ona görə də siz də heç motivasiyadan düşməyin, heç yorulmayın. Dərslərinizi həqiqətən yaxşı oxuyun ki, inşallah vaxtı gələndə imtahan nəticələrimizi birimizə yazanda utanmayaq. Utanmaq deyəndə nə böyük şeydir ki? Utanmaq deyəndə nə böyük şeydir ki, sadəcə mən onun sıxıntısını keçirirəm ki, video çəkirəm. Əgər gedib bal aşağı yığsam, hər kəs elə ki təzyiq eləyəcək ki, yəni sən videoya çəkirdin, necə oldu ki, az yığırsan. Bunun stresini mən yaşayıram. İnanın mənə, imtahan stresindən çox, mən gələcək rəylərin stresini daha çox yaşayıram. Ona görə də biraz onun sıxıntısı mənə indidən gəlib, narahat edir. Hətta bəzən peşmanlıq gəlir ki, kaş bəlkə də çəkməzdim video. Çünki sanki gözlənti yaradırammış kimi olur. İnsanların gözləntisini böyüdürəm. Bu da normaldır. Mən də məsəl üçün videolara baxanda, kimisə dərs oxuma videolara baxanda o uşaqdan dəhşət çox bal gözləyirəm. Amma inanın mənə, o uşaqlar gedib bal toplaya bilmirlər. Çünki həm imtahan stresi, həm də qarşıda insanların gözləntisi onları çox geriyə salır deyə düşünürəm. Yəni məndən gözləntinizi çox tutmayın, xahiş edirəm. Sadəcə birimizə motivasiya verək. Mən bilmirəm, bütün günü bunu beynimdə bəzən fırladıram. Amma yenə bugün oxuluq, əlimizdən gələni elədik. Ümid edirəm ki, siz də dərslərinizi oxudunuz, motivasiya aldınız. Bu arada mən hər zaman videolarımda sizə deyirəm ki, mənə yüksək bir bal lazım deyil. Mənim istədiyim yerin balı yüksək deyil və yəni əslində bu qədər əziyyət çəkməyə mənası yoxdur. Amma əslində mən az bal toplamaq istəmirəm. Çünki elə bir təəssürat yaranmasın ki, mənim balım azdır deyə gedib həmin yerə düşmüşəm. Çalışmaq və öz gücümü də görmək istəyirəm. Hətta mənə keçən dəfə bir xanım rəy yazıb, o həmin cümlənin üzərinə bir rəy yazıb. Mənə motivasiya verdi. Dedim sizin üçün oxuyun, bəlkə sizə də dəstək olar. Deməli xanım yazıb ki, mənə çox bal lazım deyil demə. Hədəfini yüksək tut. Mənim xalamın oğlu indi ATU-da oxuyur. 682 balla 4-cü qrup üzrə. O da sənin kimi işləyirdi. Səhərləri inşaatda işləyirdi, ya yük daşıyırdı, həm də idman eləyirdi. Hər gün həm işləyirdi, həm oxuyurdu, həm də idman eləyirdi. Deməli, işdən gəlib 2 saat yatırmış, durub səhərə kimi dərs oxuyurmuş və işə getməyə 1 saat qalmış yatıb, daha sonra oyanıb işə gedirmiş.
və iş arasında idmana gedib, sağlamlığı üçün idman eləyirdi. Yəni onu da deyim ki, çempion olmağa görə deyil, amma yenə də ağır idmana məşğul olurdu. Disiplinli adam idi, indi 2-ci kursdur. Bunları ona görə yazdım ki, hər şeyə vaxt çatdırmaq olur, əgər planlı olsanız. Həqiqətən də bu mənə o qədər motivasiya verirdi ki, çünki düşünürüm ki, görəsən başqaları da belə eləyirmi, gəlib yatıb, sonra hazırlaşıb dərsə və yaxud da işə gedirmi? Var imiş yəni elləri və nəinki ellərin olmağı, hətta o qədər yüksək bal toplayıb ki, 682 bal, yəni 700 bala yaxın bir balda, yəni əgər bu realdırsa, 700 bala yaxın bir bal toplayıb və bunu gecə səhərə qədər oxumaqla eləyib. Mənə hətta yazmışdı bir nəfər ki, bəs qorxuram gecə səhərə qədər dərs oxuyuram, dərslər yadımdan çıxar. Əslində mən düşünürəm ki, dərs oxumaq üçün ən ideal vaxt səhərlərdir. Səhər yuxudan tezdən oyanıb dərsinizi oxusaz, axşam vaxtında yatsaz, məncə dərsiniz daha yaxşı yadınızda qalar. Həm stresli olmarsınız, həm əziyyət çəkmərsiniz, beyniniz yorulmaz. Çünki mən belə dərsə gecə səhərə kimi oxuyub gedib bir saat yatanda mənim gördüyüm yuxuları bilsəz, o kabusları bilsəz ki, mən nə kabuslar görürəm, həqiqətən, yəni çox bütün gün beynim key kimi gəzirəm və yaxud da o sanki bir şey buzu açılır, bax elə oluram da, yəni konkret bütün günü buz kimi oluram. Keymiş bir halda oluram. Ona görə də mən əslində gecə oxumağı çox məsləhət görən biri deyiləm. Təbii ki, amma bu sizin öyrənmə stilinizdən asılı bir şeydir. Bəlkə siz səhərlər yox, gecə oxumağı xoşlayırsınız. Mən həmişə gecə oxuyan biri olmuşam, onsuz da. Amma yenə də mən düşünürəm ki, səhər dərsi oxumaq daha yaxşıdır. Çünki beyniniz yüklənməsin. Məsələn, mən əgər bir il bu rejimdən getsəm, gələn ilə qədər bu rejimdə getsəm, mənim beynim nə qədər sağlam qala bilər ki, amma başqa çarəm yoxdur. Maksimum məziyyətə çıxacağam avqust ayında. Avqustda hər səhərdə axşamacan dərsimi oxuyub gecə vaxtında yata biləcəm deyə düşünürəm inşallah, əgər məziyyətli davransam. Ona görə də əgər bacarırsınızsa səhərlər oxuyun dərsinizdə. Gecə beyninizi yükləməyin, əziyyət çəkməyin bu qədər. Çünki həqiqətən gecə yuxusunu yerinə heç nə vermir. Yəni insan səhərlər, günortalar çalışıb gecə yatmalıdır. Gecə yuxusu çox önəmlidir. Mən rejimi qarışdırmışam artıq. Səhərlər yuxum gəlir, axşamlar yuxum qaçır belə baxanda. Artıq görün səhər açıb mənim yuxum gəlmir. İndi gedib biraz istirahət edib hazırlaşıb çıxıb işə gedəcəm. Amma məsləhət görərdim ki, bacarırsınız səhərlər oxuyun. Bir dəfə yoxlayın. Görün hansı vaxtda sizin dərs yaxşı yadınızda qalır. Gecə oxuyanda yoxsa səhər oxuyanda. Hansında yaxşı test işləyirsiniz, telefonda gedir. Hansında yaxşı test işləyirsiniz, gecə test işləyirsiniz, yaxşı cavablar, nəticələriniz çıxır, yoxsa səhərlər həmin şeylər yaşanır. Yəni özünüzü tapmağa çalışın biraz. Mən bala səhər oxuya bilmirəm. Oxuya bilsəm səhərlər oxuyardım, nə yalan deyim. Bacarmıram, yəni çatdıra bilmirəm. İşdə oluram deyə olmur o. Neysə, bu qədər. Mən isə bu videolu sizdən sağollaşıram. Növbəti videolarda, vloglarda görüşənədək hələlik.